1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Yevlax şəhərində də bayram tədbirləri keçirilib. Növbəti tədbir Yevlax şəhər 6 nömrəli Körpələr evi uşaq bağçasında təşkil olunub. Qızılay Para Cəmiyyətinin Yevlax rayon bölməsi və bağçanın kollektivi tərəfindən keçirilən tədbir uşaqlar üçün maraqlı əyləncələr, rəqslər və musiqilərlə yadda qalıb. Uşaqlarımız bizim üçün əzizdir. Onların qayğısına qalmaq daima bizim borcumuzdur. Çünki onlar bizim gələcəyimizdir. Bugün mən bu bağçanı, Yevlaxda yerləşən Körpələr evi, 6 saylı Körpələr evi uşaq bağçasını o məqsədlə seçmişəm ki, bu bağça şəhid Salih Qurbanov adınadır. Həm şəhidimizin ruhu şad olsun, həm də uşaqları sevindirmək məqsədi ilə Qızılay Para Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr, ondan sonra personajlarla qonaq gəlmişəm. Uşaqlar da özlərinin fəaliyyətlərini, öz qabiliyyətlərini göstərəcəklər. Bunun üçün biz bugün uşaqlara tədbir keçirdirik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə Yevlax rayonunun təhsil, mədəniyyət şöbələrinin əməkdaşları və digər qonaqlar da iştirak ediblər. Çıxış edənlər Azərbaycanın gələcəyi olan körpələrə sağlıqlı həyat, xoşbəxt və sevincli günlər arzulayıblar. Tədbir uşaqlar üçün təşkil olunan maraqlı viktorinalar, rəqslərlə davam edib. Elgiz Mahmudov, Şaban Cəfərov, Yevlax.